Maşın cehizi var gəlinimin ay gəlinimin. Amerikada yolda maşın sürəndə istədiyin kimi özünü apar, oxu maşında oyna, nə istəyirsən elə. Heç kim sənə pis gözlə baxmır. Heç kim sənə pis söz demir. Onlar gülən adam görəndə biraz da sevinirlər. Görürlər ki, sən gülürsən, gülürlər. Yoxsa mən Azərbaycanda maşında belə hərəkətlər eləsəydim, deyirlər baş xarabdır. Bəli. Desinlər başım xarabdır, bu mənə xoşdur. Əsas odur ki, mən bundan zövq alıram. Qutardı getdi. Kim nə deyəri mən heç vaxt düşünməmişəm. Həyatımda ümumiyyətlə heç vaxt onu düşünməmişəm ki, görəsən kim nə deyər mənim haqqımda. Elə bir narahatçılığım olmayıb həyatımda, ona görə rahatam. Ona görə biraz anormal baxırdılar həmişə mənə. Azərbaycanda tanıdıqlarım, indi Bakıda, Lənkəranda tanıdıqlarım biraz anormal baxırdılar ki, bu yaxşı deyil, brat, yaxşı deyil, ay qaqaş. Amma mən belə olmağı sevirəm, mən təbii olmağı sevirəm, bu mənim reallığım.